Deməli, hal-hazırda qarşımızda olan sual eyni dərəcədən kökün ən sadə sual növlərindən biridir. Deməli, bizə sualda deyir ki, A böyükdür 0 olduqda ifadələrdən hansının mənası var? Deməli, variantları bir-bir analiz edirik. A variantdan baxırıq ki, A böyükdür 0 olanda mörtəzədə mənfi A-nın kubu 0-dan kiçik olur. Deməli, bunun da mənası yoxdur. Çünki kökün altı mənfi ola bilməz. B variantına baxırıq. Deməli, burada kökün altında mənfi 5A veribdir. A böyükdür 0 olduqda mənfi 5A 0-dan kiçik olur. Yəni, mənası yoxdur. Kök ikinci dərəcədir, kök cüt dərəcədir. Cüt dərəcədə mənfi ola bilməz. Sonra yenə kök altında mənfi A kvadratı. Deməli, mənfi A kvadratı mörtəzədə olduğu üçün birinci qüvvət üstü yerinə yetirir. Deməli, kökün altında A kvadratıdır. A kvadratında A 0-dan böyük olduqda A kvadratı 0-dan böyük olur. Deməli, ifadənin mənası var. Bir də bunu qeyd edeyim ki, istənilən A üçün A kvadratı 0-dan böyük yaxud bərabər olduqda kök altında mənfi A-nın kvadratı, mənfi A-nın mörtəzə kvadratı deyək. Daha doğrusu, mənfi A-nın mörtəzə kvadratı ifadəsi həmişə mənası var.